Herkese selamlar dostlar. Bugün sizlerle birlikte WoW Playtime karakterlerinin sıralamasını eləyirik. Dün bunun hakkında bir shorts eləmiştim. İzləmədiyseniz onu bakabilirsiniz. Ben de bugün o shortsun daha açıq versiyonunu eləyəcəm. Məsələn, karakterləri niye o sıralamayla koyduğumu deyəcəm. Mesela indi sıralamada 10. sırada Yarnabi var idi. 10 sıraya niye Yarnabi? Çünkü Yarnabi o oyundaki en güçlü karakter, muskul açısından en güçlü karakterlerden biridir. Ancak beyni yani zekası yox deyiləcək qədər azdır. Stratejiyası, planlaması yoktur ve doktorun evcil hayvan olduğu için yani güc kısıtlaması var. Yani istediği vaxtda istediği kadar güc xərcləyə bilməz. Doktor tərəfindən əngəllənir. 9. sırada Lily Lovebraid var idi. Lily Lovebraid normal olarak fiziksel güc olarak çok zayıftı. Yani bir kukla kimi insan gücündə fikirləşsə muskulasından çok zayıftı. Ama saçları uzayabilir ve saçları kısa menzilde olsa da uzayabilir ve saçları böyle dayanıklıdır. Ama muskul açısından ve psikolojik problemleri olduğu için onu 9. sıraya koydum. Sonra 8. sırada Mami Longlegs. Mami Longlegs de her yere uzanabilir. Bu yaxşı bir şeydir. Ama fiziksel güclə çok ince olduğu için çok da güçlü sayılmaz ve kurduğu ağlar sadece biz insanlar kimi insanları dayandıra bilər. Yəni məsələn bu o attığı ağlarla Hagi-Wagi və yaxud da ki Catnap kimi karakterləri dayandıracağı gücdə deyil. Sonra 7. sırada Baxibu. Baxibu niye 7. sırada? Çünkü güc açısından Yarnabi'den sonra çok güçlüdür. Yani güç sıralamasına baxsaq, birinci Doi idi, ikinci prototipdi, ondan sonra Yarnabi, ondan sonra Baxibu. Yani güclər ilk 4'dədir, amma belə bir problem var. O da Yarnabi ilə eyni problem, zəkası. Amma qutusu ona böyük avantaj verir, stratejik avantaj verir. Həm də ki ona bir hem kamuflaj verir, hem de ki ona zırh kimi. Sonra 6. sırada Catnap. Catnap 6. sırada çünkü çok müsbət tərəflərində çok zəkidir, çok çevik, sürətlidir. Amma mənfi tərəflərində qırmızı gazı çok yanıcıdır. Yəni məsələn chapter 3 sonunda gördük, bir dənə elektrik vurdu və partlamaya başladı Catnap. Ona görə də qırmızı gazı həm müsbət tərəfdə, həm də mənfi tərəf. Amma beləcə bir problem də var ki, həm də ki Catnap prototipə asılıdır. Yəni prototip nə desə onu eləmək məcburiyyətindədir. Yəni prototipə həddindən artıq çox asılıdır. O da ki ona bir problemdir. Həm də ki qırmızı gazı çox sürətlə yatızdırır. Sonraki karakterimiz 5. sırada Kisimisi. Kisimisi Chapter 5'in sonlarında gördük ki prototipi yenə biləcək qədər güclüdür. Yəni prototipi gaz kablosunu kəsərək onu yaralı halda qaçmaya zorlamışdı. Bunu axır tərəflərdə görmüşdük. Amma beləcə bir problem var. Kisimisi çox sakin karakterdir. Yəni özünü belə çox müdafiə eləməsi çətindir. Amma yenə də güclüdür. Amma çox tez əsəbləşmir. Çox tez əsəbləşməsi də yaxşı deyil, amma məsələn üçün biri ilə savaşsa ona nə qədər tez əsəbləşsə ona biraz fayda verir. Sonra 4. sırada Hagi-Wagi. Hagi-Wagi Kisimisi ilə eynidir. Sadəcə daha agresif versiyonu. Ona görə Kisimisidən bir tık daha güclüdür. Sonra 3. sırada isə 3. sırada Doi. Doi'li Doman. Müsbət tərəfləri çox böyük. 400 kiloya yaxın kütləsi var ki bu da onu çox güclü eləyir. Oyun xamrına olduğu üçün
onun yara alması imkansız deyiləcək qədər üstün qılır. Amma beləncə bir problemi var. Bilirsiniz, Doyne içində 3 dənə uşaq var. Bu 3 uşaq da fərqlidir. Birisi üzüntüyü, birisi mutluluğu, birisi də əsəbi təmsil edir. Ona görə çox kırılgan duyğulara sahibdir. Həm də ki, zəka olaraq çox da yüksək bir səviyyədə deyil. Təbii, yəni zəkası necə desəm, Baxbudan və yaxud yarına birdən üstündür, amma yenə də prototip, doktor kimi karakterlərə baxdığımızda onu zəif qoyur. Buna görə də çox tez manipulə edilə bilir və məhz buna görə bu sıralardadır. İkinci sırada doktor. Doktor Harley Sawyer. Harley Sawyer'ın tamamilə bir bədən olmadığı üçün o daha üst sıralarda. Bütün fabrikada istədiyi yerlərdə gəzə bilir ki, bu da müsbətcə öldürülə bilməz. Yəni onu öldürmək üçün bütün fabrikanın elektriğini kəsmək lazımdır ki, bu da mümkün deyil, mümkünsüz deyiləcək qədər çətindir. Amma bir problemi var, o da prototipə asıllıq. Prototip tək hakim kimi bir şeydir, ona görə ona asılı vəziyyətdədir. Və birinci sırada prototip. Müsbət tərəfləri sürəti, zəkası, dayanıqlılığı, mənfi tərəfləri isə hər şey əvvəlcədən görə bilməz. Yəni bizi hələ də işlədir. Bəlkə də iləridəki bölümlərdə ondan daha güclü karakterlər görə biləcəyik. Nəysə, mənlə bu qədər. İnşallah video bəyənmişsinizdir. Kanala like atıb abunə olmayı, fikirlərinizi də yorumlara yazmayı unutmayın. Sağ olun, bye bye.